Salam əziz ədəbiyyat öyrənənlər. Bugün sizlə baxacağıq ki, qəsidə nədir? Ondan öncə qeyd edeyim ki, əgər dərslərimiz haqqında maraqlanmaq istəsəz 077 325 70 77 nömrəsinə əlaqə saxlaya bilərsiniz. Dərslərimiz haqqında məlumat ala bilərsiniz. Həm Azərbaycan dili, ədəbiyyat, riyaziyyat, digər fənlər üzrə də dərslərimiz mövcuddur. Keçək ümumiyyətlə qəsidə nədir? Qəsidə ümumiyyətlə ədəbiyyatımızın təmtəraqlı janrlarından biridir. Nəyə görə təmtəraqlı deyirik? Çünki daha çox tərənnümlə bağlı olan bir janrımızdır. Ümumiyyətlə qəsidələrimizin həcmi 15 beytdən 200 beytə qədər ola bilir. Yəni 200 beytə qədər özünüz düşünün necə iri həcmli ola bilir. Və ümumiyyətlə qafiyə quruluşu necədir? Qəsidə qəzəl kimi qafiyə quruluşuna malikdir. Biz bilirik ki, qəsidədə də, qəzəldə də necədir? Birinci bəndimiz A şəklində olur. Nə deməkdir A şəklində olmaq? Məsələn, bunları görəndə şagirdlərə biraz mürəkkəb gələ bilir ki, nədir A, B, A, C, yəni belə şifrə kimi. Mənası odur ki, A o deməkdir ki, biz daha əvvəlki videolarımızda danışmışdıq ki, qafiyə, həm qafiyə olmaq var. Yəni, misraların sonunda bir-birinlə həm qafiyə olan sözlərimiz var. Əgər onlar bir-birindən qafiyə təşkil edirsə, bu A olur. Yəni, bunlar öz aralarında qafiyələnir. B nədir? O deməkdir ki, bu A bunlarla eynidir. Yəni, bu bununla qafiyələnir. Yəni, siz bunlara baxsaz, görəcəksiniz ki, sözlərdə oxşarlıq var. Amma bu sərbəstdir, yəni, bunun artıq qafiyəsi fərqlidir. Sonra digər bəndlərdə o şəkildə davam edir. Yəni, bir beytin, biz bilirik ki, 2 misradan ibarət olanda ona beyt deyirik də. Biz bir beytin ikinci misrası, ümumiyyətlə, yəni bu beyt formasında yazılır. İkinci misralar birinci beytlə nə olur? Həm qafiyə olur. Yəni, A-ları gördünüzsə, bunlar bir-birindən həm qafiyədir. Amma B-dir, C-dir, D-dir, bunların müxtəlif olmasının səbəbi odur ki, bu nə bunlardan qafiyələnmir, nə də özü bunlar qafiyələnmir. Yəni, bunlar tamam fərqli-fərqlidir. B-dir, C-dir, D-dir. Amma hər beytin ikinci misrası birinci beytlə nə olur? Həm qafiyə olur. Bu oldu qəsidəmizin qafiyə quruluşu. Dediyimiz kimi qəzəldə də bu cür olur. Ümumiyyətlə, qəsidənin əsas bizdə nümayəndəsi kimdir? Xəqani Şirvani. Biz onun əsasən qəsidələrinə rast gəlirik ədəbiyyatımızda. Yəni, qəsidə ustadı kimi biz Xəqani Şirvanini tanıyırıq. Gələk indi qəsidənin məzmununa görə növlərinə. Fikir verdinizsə, formasına görə demirəm, məzmununa görə deyirəm. Və bunların məzmunları nədir? Ümumiyyətlə, bunların adlarını sadalayaq öncə tövfiddir, minacatdır, nətdir, mətiyədir, fəxriyyədir. Başlayaq tövfiddən. Tövfiddə Allahın tərənnümü olur. Yəni, Allaha yazılmış olur. Tərənnüm nədir? Ümumiyyətlə, bilirik ki, müsbət fikirlər, bir şeyin tərənnüm olunması, onun haqqında müsbət danışılması, tərif edilməsi. Minacatda da həmçinin Allahın tərənnümü olur. Onunla paralel şəkildə Allaha yalvarış da biz görə bilirik orada. Yəni, hər hansı bir yalvarış nəyisə istəmək kimisindən. Növbəti olaraq gəlir nət. Nətdə isə Peyğəmbərin tərifi olur. Yəni, hansısa Peyğəmbərin tərifinə yazılmış, onun tərənnümünə həsr olmuş qəsidə növünə nə deyəcək? Nət deyəcək. Mətiyələrimiz də var. Mətiyəni eşitmiş olarsınız, kimisə mət etmək. Əsasən bilirsiniz ki, o dövrdə saray dövrü olduğuna görə, hökmdarlar olduğuna görə bəzi şairlərimiz onlara mətiyələr yazırdılar. Yəni, hökmdarın tərifinə həsr olunmuş, hökmdarın tərənnümünə həsr olunmuş qəsidə növünə nə deyəcək? Mətiyə deyəcək. Fəxriyə isə, görürsünüz də, fəxr sözündən, yəni fəxr birinci özümüzlə bağlı olan, yəni şairin özünü tərifləməsidir. Fəxriyyələrə də ədəbiyyatımızda rast gələ bilərsiniz ki, şair öz qələmini tərifləyir, öz ustadlığını tərifləyir və s. Bunlara nə dedik? Bunlar oldu qəsidənin məzmunca növləri. Bunlar əsasən fikir versəz, həmin dövrdə yazılan əsərlərin giriş hissəsində bunlardan ibarət bir hissə olurdu ki, qəsidələrdə, yəni ki, birinci başlayırdı Allahın tərifindən, sonra keçirdi Peyğəmbərə, sonra keçirdi hökmdara, sonra keçirdi özünə, ondan sonra əsərin məzmunu gəlməyə başlayırdı. İndi keçək, başqa iki növü də var ki, biri mərsiyədir, biri də həcvdir. Mərsiyə elə adından da bəlli olduğu kimi, hələ də günümüzdə də işlənir, ölümlə bağlı yazılırdı. Bu ola bilər hökmdarın ölümündən, yazan şəxsin yaxınının ölümündən bağlı olaraq yazılırdı. Mərsiyə bilirik ki, yazılı ədəbiyyat nümunəsidir. Şifahi ədəbiyyatda isə onun qarşılığı ağılardır. Digər bir növü isə həcvdir. Həcvlər nədir? Tənqid. Burada artıq olur nəyinsə tənqidi. Bu ola bilər hökmdarın idarə etmə sisteminin tənqidi ola bilər, dünyadakı ədalətsizliyin tənqidi ola bilər. Bunlara deyəcəyik həcv.
Yəni digərlərində fikir verdisə tərənnüm dedik, yəni müsbət bir şey, tərifdir. Onun əksi isə həcvdir, yəni tənqid edir. Bunlar da yazıla bilər qoşma formasında, məsnəvi formasında, müxəmməs formasında. Və qafiyə quruluşundan da danışdıq. Ümumi olaraq dediyimiz kimi qəsidə beyt əsasında yazılır, 15-dən 200-ə qədər ola bilər. Beytin sayı, növləri də məzmununa görə növləri də bunlardır. Belə. Ümid edirəm ki, qəsidə ilə bağlı başqa bir sualınız yoxdur. Qəsidə haqqında deyəcəklərim bu qədər. Dinlədiyinizə görə təşəkkür edirəm.